Bakıda yenidən Azərbaycanın multikulturalizmi və tolerantlığı haqqında danışılır. Şuşidəki erməni kilsəsinin güya bərpası barədə məlumatlar yayılır. Bunu nəhəng bir irəliləyiş hesab etmək olar, çünki Azərbaycan hakimiyyəti öz tərifələri ilə desək artıq da hələ albanlaşdırılmamış erməni tikillərinin mövcudluğunu qəbul edir. Sentyabrın 24-də Bakıda Azərbaycanda dini konferansiyaların anim gününün 5 illiyinə həsr olunmuş növbəti tədbir keçirildi. Tədbirdə Qafqaz müsəlmanlarının idarəsinin sədri Ala Şükür Paşazadə də iştirak edib və dəfələrlə anti-erməni, erməni dini mədəni irsini inkar edən bəyanatları ilə yadda qalıb. Paşazadə konferansında deyib, Bakının mərkəzində erməni kilsəsini qoyuyan dövlət məscidlərlə birlikdə Şuşidəki pravoslav və erməni kilsələrini bərpa edir. Bu, Azərbaycan xalqının və dövlətinin multikultural siyasəti eyni zamanda mənəvi üstünlüyüdür. Paşazadə 1990-cı illərdə və ya ondan sonra tikilmiş, qoyulmuş xaçkarlar və abidələr, həmçinin Qəbristanlıqlar barədə xatırlatmaq lazımdır. Azərbaycan 2020-ci il müharibəsindən başlayaraq bu tikilləri və abidələri sistemli şəkildə məhv edib. Bununla da artıq da erməni xalqının çox əsirlik izinin silməyə çalışır. Orta əsrlərə aid tikilləri isə Alban adı altında mənimsəyir. Lakin gəlin Azərbaycanın güya bərpa etdiyi Şuşi kilsələrinə toxunaq. Sual yaranır, erməni kilsələrini kim dağıdılıb və ya zədələyib ki, bərpa ehtiyac yaranıb? Pravoslav elan edilən məbəd, yerli əhali tərəfindən qanac jam kimi tanınan kilsəsidir. Şuşi işğal etdiyi zaman bu kilsəyə heç bir zərər dəyməmişdi, lakin qısa müddət sonra Azərbaycan tərəfindən tamamilə dağıdıldı. Qazançetot kilsəsidir, hansı ki 2020-ci ilin oktyabrında uzaq mənzili raketlərlə 2 dəfə hədəf alınaraq zədələnib. Zədələnmiş kilsə uzun müddət tikinti toru ilə örtülü qalıb və hansı tərifələr məruz qaldığını məlum deyil. Azərbaycanın erməni mədəni irsini sistemli şəkildə məhv etməyə davam etməsi həm peyklə çəkilmiş fotoşəkillərlə, həm də beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarına ilə sənədləşdirilmiş bir faktıdır. Məsələn, 2025-ci ilin avqustun 29-da ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası yeni hesabat dərc edərək bir daha qeyd edib ki, erməni irsi məhv olmaq təhlükəsi altındadır. Komissiya ABŞ hökumətinə Dağlıq Qarabağa və ətraf ərazilərə dini və mədəni irsi yoxlamaq və sənədləşdirmək üçün beynəlxalq müstəqil müşahidəçilərinin səfərini dəstəkləməyə tövsiyə edib. Azərbaycana yürüdüyü siyasət Türkiyə hakimiyyətinin siyasətinə bənzəyir. Onlar yüzlərlə kilsə artıq söküldükdən və ya məscidə çevrildikdən sonra Ağdamardakı Müqəddəs Xaç kilsəsini güya bərpa edirlər. Erməni memarlığı öz orijinalığı, tarixi kökləri və bədii dəyərləri ilə seçilir. Azərbaycan bərpa adı altında erməni kilsələrini bərpa etdiyi elan etsə belə, bu sadəcə növbəti dəfə dünyanın gözünə kül üfürmək məqsədi daşıyır. Bəs bu Paşazadənin qeyd etdiyi mənəvi üstünlüyümüzdürmü? Sual ritorikadır və Azərbaycan cəmiyyətinin öhdəsinə buraxılır.